Hə, başlayaq biz. Deməli, qədim Yunanistan, qədim dövrü bu gün bağlayaq biz ümumiyyətlə. Yunanistan xəritədə gördüyünüz bax bu ərazidə yerləşirdi. Qələmi də yerləşdirək. Üç dənizlə əhatə olunmuşdu. O dənizləri də göstərək. Deməli, şərqdən Egey dənizi ilə, aşağıdan, yəni cənubdan Aralıq dənizi ilə, qərbdən isə İon dənizi ilə əhatə olunmuşdu. Və deyir ki, təbiət Yunanistanı üç hissəyə bölür. Yəni bu təbii bölgüdür, ərazi bölgüsüdür. Və fikir versəz rənglərlə fərqləndirilib. Şimali Yunanistan, Fessaliya deyilən Şimali Yunanistan, Cənubi Yunanistan, Peloponnes deyilən Cənubi Yunanistan yaşıl rənglə, Attika, yəni Orta Yunanistan isə sarı rənglə göstərilmişdir. Qəbul edək. Və bu hissələrin də bir-birindən ayrı müəyyən keçid və boğazlar var. Şimali Yunanistanla Orta Yunanistanı bir-birindən ayrılan bu gördüyünüz Fermopildir. Cənubi Yunanistanla Orta Yunanistanı ayıran isə Korinf körfəzidir. Yəni bu Korinf körfəzi dediyimiz bax bu ştrixlə göstərdiyimiz hissədir. Bu ümumi körfəzdir. Fermopil isə keçiddir. Keçən il Yunanistanın həmçinin xəritə ilə qurtarmamışdan öncə xəritəyə onsuz da tez-tez qayıdacağıq biz. Ona görə xəritəni skrin edeyim, qalsın ekranda. Tez-tez aça bilək onu. Yunanistanın cənub hissəsində Krit adası var. Ən böyük, Yunanistanın ən böyük adası hesab olunur bu. Və Avropada ilk sinifli cəmiyyət, ilk dövlət ümumiyyətlə Krit adasında meydana gəlmişdir. Ümumiyyətlə, Yunanistanın Egey dənizində xeyli adası var. Məsələn, Türkiyə ilə, bura indiki Lidiya yazılan müasir Türkiyə ərazisidir. Türkiyə ilə Yunanistanın hal-hazırda həmin adalar üzərində problemləri davam edir hələ də. Adalar kimə məxsusdur, filan bu kimi problemləri var hələ də. Burada xüsusilə adları qeyd olunmuş bir neçə adam görürük. Krit adasını qeyd etdik biz. Delos var burada, Rodos var. Delos məsələn qul bazarı idi. Həmin o Delos adası. Rodos, sonra Kiçik Asiya, yəni indiki Türkiyə ərazisində qeyd olunmuş, Anadoluda qeyd olunmuş Halikarnas, Efes, Milet kimi adlara da rast gəlirik. Biz bunlar koloniyalardır. Ümumiyyətlə xəritədə bənövşəyi rənglə gördüyünüz yerlərin hamısı koloniyalardır. Koloniyalaşma nədir ümumiyyətlə? Koloniyada misal üçün əsasən Afinalılar aktiv iştirak edirdilər. Afinalıların vəziyyəti artıq bu Yunanistanı qəlizləşəndən sonra, xüsusən o demos ki var, yəni aşağı təbəqənin vəziyyəti pisləşəndən sonra onlar aristokratların əlindən zara gələndən sonra dedilər ki, biz elə bir yerə gedək, yiyəsiz olsun, öz işimiz, öz əməlimiz olsun, özümüz işləyib, özümüz qazanaq. Yəni, başımızın üstündə kimsə olmasın deyibən, onlar çıxdılar yola. Gəldilər Kiçik Asiyaya. Kiçik Asiyada onlar ilk dəfə Milet şəhərini saldılar. Və Milet şəhəri artıq formalaşandan sonra başladı Miletlilər də digər ərazilərə yayılmağa. Həm şimala, həm də ki, cənuba yayılmağa başladılar. Axşamınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Və bu Miletlilər digər koloniyaları salırlar. Yəni, Efes, Halikarnas, Rodos kimi koloniyalar hamısı Miletlilərin işidir. Miletlilər həmin koloniyaları salmışdılar. Bir də Qaradəniz sahillərində onların koloniyaları var. Xəritədə onlar düşməyib, yuxarı hissədədir. Onun indi çıxarılıb o hal-hazırda Pantikape, Olviya, Xersones kimi koloniyaları da var idi onlar. Amma əsas bütün məsələlər Kiçik Asiyadakı koloniyalar üzərindən gedəcək ki, bu koloniyalar, məsələn, biz Yunan-İran müharibəsinin şərtlərində də rast gələcək ki, İran artıq, Əhəmənlər bu koloniyaların müstəqilliyini falan tanıyacaqlar artıq. İndi başlayaq Krit mədəniyyətindən. Krit mədəniyyəti 3-cü, 2-ci minilliklərdə meydana gəlmişdi və xüsusiyyətlərinə baxaq. İlk öncə onu biz yadda saxlayaq ki, Krit bir adadır.
və bir ada olduğuna görə onlar qonşu ərazilərlə nə ilə əlaqə saxlamalıdır? Gəmi ilə. Kritlilər gəmilər düzəldə bilirdilər. Məcbur idilər. Çünki başqa yerə getmək üçün gəmi onlar üçün şərtdir. Gəmi ilə bağlı olan, məsələn, onun ticarət əlaqələri saxladığı ölkələrə baxaq. Misir cənub hissəsindədir. İndi mən burada örs proqramında açacağam. Orada artıq Kritin konkret əlaqələr saxladığı yerləri də xəritə üzərindən müasir xəritə ilə görəcəksiniz. Krit adası, bax bu gördüyümüz buradır. Hara ilə əlaqə saxlayırdı? Finikiya ilə. Finikiya haradır? Bax, indiki bu Livan ərazisidir. Hara ilə əlaqə saxlayırdı? Misirlə. Hara ilə əlaqə saxlayırdı? Babillə. Babil haradır? Təxminən bu istiqamət. Babillə birbaşa təbii ki, əlaqəsi yoxdur, amma Babil həmin dövrdə elə mövqedə idi ki, ümumiyyətlə bütün yollar Babildə kəsişirdi. Tarixdə müəyyən dövrlər olub ki, dünyanın ticarət əlaqələrinin kilit nöqtəsi olub. Məsələn, müəyyən dövr Roma olub. Deyiblər ki, bütün yollar Romaya aparır. Yəni, Roma dünyanın bir mərkəzi rolunu oynayır. Müəyyən dövr Babil olub. Dünyanın əsas ticarətinin mərkəzi kimi. Müəyyən müddət Hetlərin şəhərləri olub ki, biz onları keçmirik. Onların şəhərləri olub. Müəyyən dövr Afina olub. Və müəyyən dövrdə şərq şəhərlərinin bir neçəsi mərkəz funksiyasını daşıman Babildəki kimi, yəni qədim dövrdə mövcud olmuş heç bir şəhər Babilin səviyyəsinə çıxa bilməyib. Qaydaq PDF-ə. Deməli, gəmiləri bildiyi və qonşu ölkələrin hansı ilə ticarət əlaqələri saxlayırdı, onu da bildik. Sarayları var idi onların və freskaları var idi. Freska nədir? Bildiyimiz kənd yerlərində düzlüyündə çox da istifadə olunmur. Şirə deyilən bir malalama üsulu var. Şirə, bildiyimiz şirə, xam mala. Həmin bunlar xam malanın üstünə müəyyən artıq rənglərlə bəzəklər işləyirlər. Bunlar freskalardır. Kritdə təbii ki, gəmi varsa nə olmalıdır? Liman olmalıdır. Kritdə limanlar var idi. Həm ticarət, həm də ki, hərbi donanma üçün. Kritlərin öz yazısı var idi və 2-ci minilliyin ortalarında Kritə yaxın adada baş vermiş vulkan püskürməsinin nəticəsində dağılmışdı. Baxın, Kritə yaxın adada. Testdə düşə bilər ki, Krit adasında baş vermiş vulkan nəticəsində mədəniyyət süqut etmişdi. Yanlışdır. Vulkan Krit adasında baş vermir. Kritə yaxın adada baş verir və həmin vulkanın püskürməsinin nəticəsində ətrafa saçılmış lava var, yəni qaynar od. O artıq adanın üstünü örtür. Hər şey yanıb kül olur orada. Və qədim dövrdə ikinci elə bir vulkan Romanın Pompey şəhərində baş verir. Vezuvi vulkanı orada partlayır. Və Pompey şəhəri kül olur. Donur yəni. Elə bir ki, sadəcə pauzaya vurubsan, şəhər donub. Kim necədirsə o vəziyyətdə də yanıb kül olur. İndi misal üçün onların qalıqları tapılır. Yəni hər kəs hansı biri uzanıqlı, biri qaçarkən və s. hamısı eyni vəziyyətdə, donmuş vəziyyətdə qalmışdır. Yəni sanki hər şey ani baş vermişdir. İndi Mikena mədəniyyətə baxaq. Və onu dedim ki, Mikena mədəniyyəti ilə Krit mədəniyyətini qarışdırmayın. Qarışdırırsa əslində bir şey yox. Yəni biz Kriti dənizin ortasında yadımızda saxlayandan sonra, ada kimi yadımızda saxlayandan sonra bildik ki, gəmi, liman, Misir, Finikiya, Babillə ticarət Kritdədir. Öz yazıları Kritdədir. Bir də ki, freskalar Kritdədir. Mikenada nə var? Akropol var. Akropol. Akropol yuxarı şəhər. Yəni yuxarı şəhər deyəndə şəhərin o əsas mərkəzi. Məsələn, Bakının Akropolu haradır? Bakı, Targovo misal üçün. Burada yuxarı şəhər coğrafi cəhətdən, relyef cəhətdən yuxarı şəhər anlamına gəlmir.
yuxarı şəhər odur ki, şəhərin ən mərkəzi meydanı falan nə bilim bu kimi şey nəzərdə tutulur. Yəni əsas o sentri, Loro dildə desək belədir. Şəhərin özəyi və şəhərin özəyində kimlər yaşayırdı? Təbii ki, həmin o hökmdarın özü və əyanlar, adlı sanlı adamlar şəhərin özündə yaşayırdılar. Ətraf yerlərdə artıq get-gedə, yəni şəhərdən uzaqlaşdıqca sanki insanlar kasıblaşırdı. Ən varlı başlayırdı mərkəzdən, getdikcə artıq yavaş-yavaş kasıblaşırdı. Sərdabələr var burada. Sərdabə nədir ümumiyyətlə? Ucaldılan bir şey deyil sərdabə. Sərdabə çapılan bir şeydir. Məsələn, bir qayanı çapıb onun içində siz qəbir düzəldirsə, bu sərdabədir. Amma daşı daş üstündə qoyub hər hansı bir şey tikirsə, bu sərdabə deyil. Deməli, bir daha gedək. Kritdə oldu nə? Freska. Mikenədə oldu Akropol, sərdabə, qızıl maska. Ölülərin yanına əşya qoymaq Mikena. Qızıl əşyalar, məsələn, qızıl maska həmin o qəbrə qoyulmuş əşyadır. Fərqlər bu qədər. Kritdə öz yazısı, limanı, gəmisi, freskası, Misir, Finikiya, Babillə ticarət. Bu oldu Krit, getdi. Mikenada Akropol, sərdabə, ölü yanına əşya qoyma, qızıl maska. Bu mədəniyyətlərin dağılmasında fərq var. Kritdə dedik ki, Kritə yaxın adada baş vermiş vulkan püskürməsi Krit mədəniyyətini sonlandırmışdı. Mikena mədəniyyəti siyasi səbəbdən sonlandı. Bir xəritə üzərində baxaq ona. Şimaldan gələn, yəni Şimali Yunanistandan gələn Dorilər gəldilər Mikena mədəniyyətinə son qoydular və Mikenanın yerində Sparta şəhərinin əsasını qoydular. Mikenanı quran Axey, dağıdan Dori. Quranlar Axey, dağıdanlar. Bəzən çaşdırıcı kimi testdə düşür ki, şimaldan gəlmiş Axey Yunan tayfaları Mikena mədəniyyətində son qoydular. Çaşdırırlar, diqqətli olar. Quran Axey, dağıdan Dori. Necələ erkən polislərin yaranmasına. Polis nədir? Şəhərdir. Belə məsələn megapolis, yəni mega şəhər, böyük şəhər, polislər. Bu polislər necə meydana? Hər vaxtınız xeyir olsun. Bu polislər necə meydana gəlirdi? Birinci ona baxaq ümumiyyətlə, necə oldu şəhərdə. Məsələn, İbtidai quruluşu dövründə Azərbaycandakı şəhərlərin meydana gəlməsi hardasa sənətkarlıq və ticarətə bağlı idi. Bu Yunanistanda biraz fərqlidir. Yunanistanda polislər özünü idarə etmə ehtiyacından yaranmışdır. Bərabər hüquqlu torpaq sahibkarları deyilir. Torpaq çünki Yunanistanda çox kritik bir məsələlərdən biri idi. Bizdə məsəl üçün torpaq problemi çox da geniş tüğyan etməyib. Səbəbi isə ondan ibarətdir ki, yəni elə bir təbəqə formalaşmayıb bizdə uzun müddət. Ki, bütün torpaqları tutsun əlində, kəndlərə heç nə verməsin. Düzdür, feodalizmin artıq müəyyən dövründə bu baş verir, amma bizdə dövlətlər tez-tez dəyişir. Dövlətlər tez-tez dəyişdiyinə görə kəndi gah hüququnu itirir, gah qazanır, gah itirir. Yəni, dayanıqlı bir sistem bizdə yoxdur. Sasani gəlir, gedir, Ərəb gəlir, Xəzər gəlir, öz dövlətlərimiz gəlir, Səlcuq gəlir, Monqol gəlir, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, tez-tez bir-birini əvəzlədiyinə görə bizdə o vahid təbəqə formalaşmır. Yunanistanda amma bu tez-tez dəyişə bilir. Özü də Yunanistan mədəniyyəti elə bir mədəniyyət idi ki, zəngin bir mədəniyyət olduğuna görə Yunanistana gələn belə Yunanistana ayaq uydurmağa çalışır. Toxunmur heç nəyə. Mədəniyyət əvvəldən necə gəlibsə, misal üçün, Kutilər gedib Akkada necə işğal etsə, heç nəyə toxunmadısa, quruluşa müdaxilə etmədisə, Yunanistan da ona bənzər bir şeydir. Yunanistanı kimlər işğal edir? Məsələn, işğal edib Makedoniya. Görüb ki, mən buna toxunsam, toxunmağım xeyirdən daha çox ziyan verə bilər. Bunlara yox, özünə.
və başlayır Yunan mədəniyyətini təqlid etməyə. Yaydığı mədəniyyət, məsələn, Makedoniya İskəndər qürrələnə yaydığı o mədəniyyət ki var, özü də fərqində deyildi ki, bu öz mədəniyyəti adı altında Yunanlılardan kopyaladığı bir mədəniyyəti yayırdı. Olsun Roma. Roma baxmayaraq ki, misal üçün nə qədər inkişaf etsə də, amma Yunan mədəniyyətini təqlid edirdi. Hətta belə bir deyim var ki, yəni Romalılar Yunanistanın o bir, misal üçün müəllim fikirləşin, müəllim şagirdini yetişdirir, şagird müəllimi örnək alır, kopyalayır, amma müəllimindən daha yaxşı kopyalayır. Burada müəllim Yunanistandır, şagird Romadır. Yəni fikrimizi belə məcmu halına salsaq, Yunanlar daha doğrusu Yunanlardan üstün Avropada ikinci bir mədəniyyət yoxdur. Roma belə Yunanları təqlid edə o mərtəbəyə çıxır. Və bu bərabər hüquqlu torpaq sahibkarları ki var, onlar müəyyən təşkilatlarda birləşirlər və özlərinin ayrı-ayrı idarə etmə formalarını yaradırlar. Və bu idarə etmə təkmilləşdikcə, artıq inkişaf etdikcə bunlar şəhər səviyyəsinə, şəhərdən sonra artıq dövlət səviyyəsinə yüksəlir. Amma vahidlik yoxdur. Hər biri ayrı-ayrı özünün idarə etməsi mövcuddur. Bunları. Sonra, hansı şəhərlər var idi? Yenə də ona xəritə üzərində baxaq biz. Şəhərlərdə misal üçün, Orta Yunanistanda yerləşir Afina. Attikada yerləşir Afina. Bir də burada Fiv qeyd olunub. Fiv bizə ən çox üsyan vaxtı lazım gələcək, İskəndərə qarşı üsyan vaxtı. Çünki orada məsələn, bir çoxları Fivi, Finikiyanın Fivi ilə, daha doğrusu Misirin Fivi ilə səhv salırlar. Deyək ki, Fivlilərin üsyanı var, İskəndərə qarşı, Makedoniyalı İskəndərə qarşı və onu səhv salırlar ki, bu Misirin Fivi üsyan qaldırıb sanki İskəndərə qarşı. Xeyr, bu Yunanistanın Fividir və Attikada yerləşir. Şimali Yunanistan Fessaliyadır, o heç. Cənubi Yunanistanda isə hansı şəhərlər yerdir? Korint və Sparta şəhərləri Cənubi Yunanistanda yerləşirdi. Koloniyaları bayaq qeyd etdik. Milet, Efes, Rodos, Egey dənizi sahillərində. İstəyirsiniz bir də baxaq. Milet, Efes, Rodos. Halikarnas indi qeyd olunmur, onu da qeyd edək. Bunlar hamısı Egey dənizi sahillərində mövcud olmuş Yunan koloniyalarıdır. İndi sosial-iqtisadi münasibətlərə baxaq burada. İki təbəqənin olduğunu hər kəs bilir. Aristokratlar və demos. O aydın məsələdir. Aristokratlar kim idi? Aristokratlar deyirdi ki, bizim dədə-babadan ümumiyyətlə deyir ki, biz varlı və əsilzadəyik. Demoslar desə, sizin özünüz də elə kasıbsınız, sizin dədə-babanız da kasıb olub bizə işləyib. Onlara da desə, münasibət bax bu zəmində idi. Agoradan bəhs edək burada. Agora. Biri var Akropol, şəhərin ən, belə deyim, göstərişli yeri. Həmin o göstərişli yerin yanında bir dənə də bazar var. Təbii ki, ümumiyyətlə, şəhər, bazar bir-birinə düz mütənasibdir. Bazarsız şəhər, daha doğrusu, şəhərsiz bazar mümkündür, amma bazarsız şəhər mümkün deyil, həmin o antik dövrdə. Bir də amforalar düzəldirlər burada, yəni dar boğazlı gil, küpə bənzər qablarda şərab saxlamaqdan ötürü ən çox istifadə olunurdu. O cümlədən zeytun yağı da saxlayırlar orada. 7-ci əsrdə isə artıq gümüş pul kəsilməyə başlandı. Testdə bəzən bunu dəyişib qızıl pul və ya digər mis pul kimi yazılsa çaşmayın. Gümüş puldur 7-ci əsrdən etibarən həmin o Afinada kəsilən pul. Ən problemli məsələdən biri həmin o borc daşıdır. Yunanistanda bildiyimiz kimi həmin dövrdə hələ də hərbi işğalların piki yoxdur. Ona görə də kim borca düşürsə və borcunu vaxtında qaytara bilmirsə, özü də, ailəsi də qula çevrilirdi.
Bəs bu borc daşı nədir? Mən gedib hansısa bir aristokratdan borca pul götürürdümsə, gətirirdi mənim torpağımın yanında bir dənə daş qoydu və daşın üstünə yazdırırdı ki, filan kəs məndən filan tarixdə filan qədər borc götürdü, filan vaxt filan qədər qaytaracaq. Gəlir də həmin vaxt qaytara bilmirsə, həmin adam artıq borca düşürdü. Yaxşı, bəs demos necə olacaq? Aristokratlara qarşı artıq bir hərəkata başlayacaq. Birincisi, demos idarəetmədə ümumiyyətlə iştirakı qəti şəkildə yol verilməzdir. Qanunları aristokratlar verirdi, bütün ölkənin hər şeyini aristokratlar həll edirdilər. Demos yatırdı, dururdu, gördü ki, bu gün görür mənim haqqımda hansı qərarı verəcəkdir. Yəni, yaxından uzaqdan bir iştirakı yoxdur, demos. Və iş elə gəlir ki, həmçinin burada bir haşiyə də çıxır. Demos idarəetmədə qoyunluğundan iştirak etmir. Ha. Bu bir qanuna uyğunluqdur. Demosu maddiyyat içərisində boğurlar. Yəni, demosun, üzr istəyirəm ifadəmə görə, öz qarnını fikirləşməkdən başqa heç nəyə vaxtı yoxdur. Vəziyyəti yaxşı deyil. Yəni, qarın acı olandan sonra o durub siyasi azadlıq, nə bilim, nə belə şeylər onun yadına düşən deyil. Bu qanun, dünyanın hansı yeri olur olsun, bu qanuna uyğunluqdur. Sosial tələb, siyasi tələb, azadlıq tələbi o yerdə olur ki, artıq orada maddi azad bir rifah var. İnsanlar rifah səviyyəsinə çatdıqdan sonra artıq keçirlər o mənəvi azadlıqlarına. Maddi azadlıq yoxdursa, mənəvi azadlıqla söhbət belə gedə bilməz. Bu, qanuna uyğunluqdur ümumiyyətlə. Əsas iqtisadiyyatın o təməl anlayışlarından biridir. Və o vaxt ki, artıq demos varlaşacaq. Necə? Onu göstərək. Həmin bu Afinadan gələn, belə deyim də, köçən demoslar ki var, otururlar koloniyalarda, bunların başının üstündə heç kim ki yoxdur, aristokrat yoxdur. Bunlar özləri işləyirlər, özləri qazanırlar, varlaşırlar. Varlaşandan sonra deyirlər ki, artıq başa düşmədim. Bu aristokratlar niyə axı mənim haqqımda qərarı mənim işləyir? Axı, çünki qarın doyub, maddi rifah var və keçir mənəvi azadlıqları. Və aristokratın qarşısını tələb qoyur ki, qardaş, sən də bu ölkənin vətəndaşısan, mən də. Sənin də pulun var, mənim də var. Sənin də torpağın var, mənim də belə deyim, torpağım da var. Sən niyə mənim haqqımda qərarı mənim iştirakım olmadan verirsən? Mən də idarəetmədə iştirak etmək istəyirəm. Aristokratlar belə bir tələblə rastlaşandan sonra artıq təbii ki, hə, buyur, keç yuxarı başa deyəsi deyildilər. Ümumiyyətlə, istənilən yerdə o tələb ki var, birinci o tələbkarın qətiyyətini yoxlamadan ötürü daha da sərt bir addımlara gedilir. Baxın, dünyada baş verən mitinqlərə, çıxışlara baxın. Heç bir ölkədə, misal üçün, insanlar bir nümayişə çıxır, hər hansı bir fərq yoxdur, sosial tələb olsun, iqtisadi və ya siyasi tələb olsun. Heç kim onların ilk cəhdə, təbii ki, istisnalar ola bilər, amma böyük əksəriyyətdə ilk cəhdə onların tələbini heç kim qəbul etmir. Birinci, necə deyim, dirənirlər, müqavimət göstərirlər, əslən yox, siz deyən kimidir, biz deyən kimidir, filan. Ondan sonra görürlər ki, artıq bu insanlar qətiyyətlidir, geri atmaq fikirləri yoxdur və artıq onu da güzəşdə getirilir. Yunanistanda da belə oldu. Ümumiyyətlə, demos idarəetmədə iştirak tələbi irəli sürən kimi nə etdilər? Drakon qanunlarını çıxartdılar. Eramızdan əvvəl 621-ci ildə. Drakon qanunlarında ən kiçik günaha görə ümumiyyətlə, yəni ən kiçik günah nədir? Aristokrata qarşı çaşmaq. Ən kiçik günaha görə onlar artıq ölümə belə məhkum edilə bilirdilər. Drakon əjdahadır, əjdaha qanunları və ya başqa bir təbirlə desək, qanunla yazılmış qanunlar. Çünki niyə qanunla yazılmış? Yəni, bu qanunların sonu ümumiyyətlə qan idi də. Yəni, hara geçsən səni ölüm gözləyirdi orada. İndi baxın, demos nə istəyirdi? İdarəetmədə iştirak, torpağımı ver, mən niyə gedib orada vurdum? Yunanistanın özündə mənim torpağımı ver, borclarımı ləğv et. Bunu
Aristokratlar sonuna kimi dirənməyi fikirləşirdilər. Aristokratların içərisindən bir ağıllı şəxs Solon çıxır ki, qardaş, nə vaxta kimi biz Demosa möhtacıq. Demos işləməsə, Demos çalışmasa, bizim torpaqları kim əkəcək? Bizə görə kim savaşacaq? Heç kim. Fikir verin, bu nəyi andırır bizə? Romada da eynidir ümumiyyətlə. Patrisi və plebey mübarizəsi də eyni motivdədir. Plebey deyir ki, qardaş, torpağımı ver. Patrisi deyir ki, vermirəm. Deyir, tərk edirəm Romanı. Romanı tərk eləsəm, sənin uğrunda kim savaşacaq? Torpağını kimə əkəcək? Patrisi ondan sonra geri addım atır Romada. Fikir verin, Yunanistanda da eyni ilə bu cürdür. Və Solon öz təşəbbüsü ilə artıq aristokratlara razı sala bilir və 594-cü ildə eramızdan əvvəl islahatlar keçirir. İndiyə kimi nə borc varsa hamısı ləğv olunur. Borca görə qul vəziyyətinə düşmüş nə qədər Afinalı varsa hamısı azad olunur. Gələcəkdə ümumiyyətlə borca görə heç kim qul vəziyyətini salına bilməzdi. Attikanın bütün kişi sakinləri vətəndaşlıq hüququ əldə edirlər. Və həmin o vətəndaşlıq hüququ əldə edənlər artıq Afinada xalq yığıncağında iştirak edə bilərdilər. Həmin düzəldək ki, maker. Xalq yığıncağında iştirak edə bilərdilər. İndi burada belə bir məsələ var. Testdə sizə sual düşsə ki, Solon islahatı nəticəsində Attikanın bütün sakinləri vətəndaşlıq hüququ aldılar. Xeyr, bütün sakinləri yox. Kişi sakinləri yalnız, qadınlar yox. Yunanistanda qadın hüquqları biraz ikinci plandadır. Nə qədər inkişaf etmiş mədəniyyət olsa da ikinci plandadır. İdarəetmədə iştirak etmirlər. Ən bariz nümunə Olimpiya oyunlarında iştirak etmirlər. Yunanistan mədəniyyətindən qadın fiqur çox az çıxır ortaya. Demək olar ki, yoxdur. Olsa da bəlkə də tək tükdə belə. Romada biraz isə məsələ fərqlidir. Bir də ki, taxıl və digər ərzaq məhsullarının ixracı qadağan idi. Sən birinci öz ölkəni təmin et, ondan sonra sən xaricə nəsə sata bilərsən. Solon islahatının əsas meyarları buydu. Bunun xeyri oldu mu? Qismən. Müəyyən müddətli aristokrat demos münasibətlərini nizamlaya bildi. Baxaq, indi mənfi müsbət cəhətlərinə baxaq bunların. Müsbət cəhəti oydu ki, artıq ilk demokratik dövlət quruldu. Zadəganların iqtisadi qüdrəti sarsıldı, yoxsulların vəziyyəti biraz da olsa yüngülləşdi. Çatışmayan cəhətlər, torpaq verilmədi, vəzifə verilmədi. Yəni, demos vəzifə tuta bilməzdi. Demos torpaqla təmin edilmədi. Yenə də onun bunun torpağında işləyəcəklər. Bəs nə oldu? Bunların idarəetmədə iştirakı nə oldu? Xalq yığıncağında iştirak edə bilərdilər. Bunlar məsələni bir növ malalayırlar. Və demos yenidən qalxmaq istəyir. Deyirlər ki, artıq bu ağ oldu da. Aristokratlar deyir ki, artıq bu ağ oldu. Keçirlər birbaşa ilə tiranlığa. Tiranlıq müddət davam edir, filan. Get-gedə güclənir və nəhayət 6-cı əsrin sonlarında Afinada üsyan baş verir və bu üsyan qalib gəlir. Üsyan qalib gəldikdən sonra artıq strateq idarə etmə üsulunlar keçirilir. Orada da donanmaya başçılıq etmək üçün strateqlər seçilir. Müəllim, bağışlayın sözü kəsirəm. Tiranlıq nə vaxt yarandı? Tiranlıq sonra elə 6-cı əsrdir. Solon islahatından sonra. Sonrası yarandı, sonra 6-cı əsrin sonunda da getdi. Bəli. 6-cı əsrin əvvəlində yarandı, 6-cı əsrin sonunda dağıldı. Məsələn, Solon islahatı 594, 6-cı əsrin əvvəlidir. Solon islahatı keçirilir, biraz ara yumşalır,
Sonra demos tələbi get-gedə artırır. Torpaq ver, vəzifə ver. Aristokrat deyir ki, yəni hər dəfə bunların istəyini yerinə yetirsək, sabah bizə deyəcək ki, vəbşə bu ölkədən durun, gedin. Müəllim, bu tiranlıq demosdan yaranan idi. Yox. Tiranlığı yaradan aristokratlar idi. Yəni yarananları deyirəm də müəllim, oradan yaranan. Yəni demos orada cəmləşirdi, yoxsa Yox. Özlərini tiran adlandırmırdılar. Onlar yəni heç kim özünə tiran deyir. Bəli, forma olaraq tiran, yəni sərt, despotik bir idarə etmə üsulu idi. Öz başına, yəni nə gəl, yəni heç bir qanuna, heç bir necə deyim, məcəlləyə, heç bir öz başına idarə edilən bir şeydir. Kiminsə kafasına görə idarə edilən bir şeydir. Tiranlıq, despotik özdə. Sərt. Və bu tiranlığa qarşı 6-cı əsrin sonunda Afinalılar üsyan qaldırır. Strateq idarə etmə üsuluna keçirlər. Ordu və donanmaya başçılıq edən strateqlər seçilməyə başlanır. Və həmin strateqi seçən kimdir? Xalq yığıncağı. Burada bir ardıcıllığa diqqət edin. Üsyan olur. Üsyanın yatırılmasında əsas, belə deyim, motiv üsyanın yatırılmasında əsas motiv o olur ki, idarə etməni verdiyi xalq yığıncağına. Axı bu demosda xalq yığıncağında iştirak yəni edir də fakt. Demosda ki, xalq yığıncağında, ali hakimiyyət xalq yığıncağındadırsa, deməli, biz artıq nəsə əldə edə bilərik. Və həmin xalq yığıncağı da yaranan kimi başlayır strateqlər seçməyə, ordu və donanmaya başçılıq etmək üçün strateqlər seçməyə. Yəni, ali hakimiyyətdən vaxt ki, xalq yığıncağındadır, artıq o demosun hüquqları qorunur anlamına gəlir. Həmin bu xalq yığıncağı hansı işlərə baxırdı? Qanunları qəbul edir, strateq seçir və vəzifəli şəxsləri seçə bilərdi. Müharibə, sülh, bu kimi məsələlərin hamısı xalq yığıncağında həll olunur. Və 20 yaşdan başlayaraq yenə də kişilər, Afina vətəndaşı olan kişilər iştirak edə bilərdilər. Sonra Perikl haqqında indi söhbət açaq. Ən məşhur, belə deyim, Yunanıstanın strateqlərindən biridir. 443-cü ildən başlayaraq 15 il müddətinə dalbadal Afinaya strateqlik edir. Strateqlər onun ki, 1 il müddətinə seçilirdi. 1 il. Əsl demokratiya bax budur. 1 ildən sonra baxılırdı. Bu adam necə işləyir? Mütərəqqim işləyir, yoxsa qeyri-məqbul işləyir? Ondan sonra onun strateqlik müddətinin uzadılıb-uzadılmamasına qərar verilirdi. Bu adam da 15 il dalbadal strateq seçilibsə, deməli, ölkə üçün çox yaxşı işlər görüb. Nə işlər görüb? Birinci ona baxır. Vəzifə. Məsələn, Solon islahatında vəzifə tuta bilməzdilər. Burada artıq yoxsullar vəzifə tuta bilərdilər. Əmək haqqı, vəzifə tutmaqla yanaşı əmək haqqı. Məsələn, Romada biz görəcəyik ki, vəzifə o qədər, plebeylər o qədər vəzifə deyir, mən vəzifə tutum. Patrislər deyir ki, bu da sənə vəzifə. Əmək haqqı yoxdur. Biz neçə vaxtı dövlətimizə pulsuz xidmət edirik, əmək haqqı almırıq, filan. Buyurun, bu da sizə vəzifə, əmək haqqı yoxdur. Plebey deyir ki, əmək haqqı yoxsa bu vəzifə mənim nəyəməli lazımdır. Və başlayırlar artıq vəzifə tutmaqdan uzaqlaşmağa. Sonra görürlər ki, yox, bu nətər olur? Biz vəzifə tutanda plebey olaraq əmək haqqı almırıq, patrislər alma, məsələn, senatorlar maaş alır. Başlayırlar, bunlar da artıq maaş tələb edir. 4-cü əsrdən artıq onların özünə də maaş ödənməyə başlanılır. Yoxsullara taxıl və pul yardımı olunur. Sosial cəhətdən həssas olan ailələr, şəxslər, məsələn, vətən uğrunda ölənlər, yetimlər,
qocalar, bunlar hamısı dövlət tərəfindən himayə olunur. Və bu quldarlıq demokratiyasının çiçəklənmə dövrü, o cümlədən demosun hakimiyyəti hesab olunur. Baxın, quldarlıq demokratiyasının bərqərar olması 6-cı əsrdir, yaranması çiçəklənmə dövrü 5-ci əsr, yəni Perikl hakimiyyəti dövrü hesab olunur. Sonra Sparta. Spartanın yaranması haqqında bayaq söhbət açdıq biz. Mikena mədəniyyəti dağılan vaxtı eramızdan əvvəl 2-ci minillikdə Dorilər xəritədə gördüyünüz kimi şimaldan gəldilər və Mikena mədəniyyətinə son qoydular, Lakonika vilayətini tutdular, yerində də Sparta şəhərinin əsasını qoydular. Spartalılarda biraz sistem fərqli idi. Hazıra nazir bir xalq deyərdim mən onlara. Düşüncə tərzləri ilə doğru da izah edeyim sizə. Baxırdılar, bu Afinalılar gecə-gündüz işləyirlər, məhsul yığırlar, nə bilim, nə inirlər, nə qayırırlar. Ondan sonra gəlin elə biz yaxşı bir hərbidə inkişaf edək, qoşun yığaq. Xalqların yığdığı, qonşuların yığdığı məhsulları gücümüz hesabına əldə edək. Əlimizi ağdan qarıya vurmadı. Biz kiməsə yox, kimlərsə bizə işləsin düşüncəsi. Ona görə də onlarda hər bir şey belə deyim, daha ciddidir. Hər şey hərbinin ehtiyaclarına yönəldilmişdi. Bir Spartalı işçi ola bilməzdi. Bir Spartalı əkinçi ola bilməzdi. Bir Spartalı maldar ola bilməzdi. Spartalı doğulandan ölənə qədər ancaq döyüşçü olmalıydı. Qanun ümumiyyətlə qadağan edir ki, hər bir şeyindən başqa işləsən, qadağan məşğul ola bilməzsən. Sparta ordusu həmçinin falanqa adlanırdı və orada ümumiyyətlə çox ciddi cəzalar da var idi. Bu, Spartanı həmçinin belə xarakterizə edək. Dəstəkdə biraz, yəni, necə deyim, hansı təbir uyğun olar Spartaya? Rəsul müəllim, bu falanqa düzülüş deməkdir də. Bəli, bəli. Düzülüş forması falanqaydı. Spartanı çox şişirdirik biz dərsçilərimizdə, amma yəni haqsızlığın, zülmü, yəni çox doğru bir şey deyil də. Yəni Spartanın o dövrdə etdiyi ancaq əsarətlə xalqları istifadə etmək falan bu Spartanın. Təbii ki, həmin dövrün şərtlərinə görə təqdir olunası bir şeydir, bir xalq elə bir sistem qurur. Amma müasir nöqteyi nəzərdən baxdığımız zaman yəni çox da təqdir olunası bir şey deyil. Spartada idarə etmə var. Spartada bütün hakimiyyət Likurqa qədər hökmdarlardadır. Onun deməyəm, Spartada 2 hökmdar var. Müharibə hökmdarı, dinc dövr hökmdarı. Həmçinin Spartada hökmdarın 2 cür hakimiyyəti var. Həm dini hakimiyyəti, həm də ki, dünyəvi hakimiyyəti. Bu harada olub? Məsələn, olub Şumerlərdə, olub Spartada, bir də Romanın padşahlığında. Romanın padşahlıq quruluşunda, dövründə. Qədim dövrdə 3 sivilizasiyadadır. Yəni, hökmdar həm sərkərdədir, həm hakimdir, həm də ki, kahindir. Burada gördüyünüz 3 səlahiyyət hökmdardaydı. Likurq gələndən sonra hakimiyyətə artıq idarəetmə verilir Ağsaqqallar Şurasına. Ali hakimiyyət orqanı. Məsələn, Afinada ali hakimiyyət orqanı hansıdır? Xalq yığıncağı. Burada isə Ağsaqqallar Şurasıdır və Likurq idarə etməni sıfırdan yazır. Məsələn, sabah bizim ölkəmizdə Likurqun idarə etmə sistemi gəlsə, tutalım. Belə bir hal baş verə bilər. Milli Məclisin deputatları qapalı şəraitdə yox, gəlməlidirlər, tutalım ki, hansısa bir parka açıq şəkildə, hansısa qanunun, nəyəsə qiymətini qaldırmaq istəyirlər, tutalım. Qazın qiyməti misal üçün qaldırmaq istəyirlər.
Gəlib oturmalıdırlar hansısa parkda, cəmaatın gözünün qabağında müzakirə eləməlidirlər. Cəmaat da onlara işarə verməlidir ki, qəbul elə, yoxsa qəbul etmə. Likurgun sistemi təxminən bax buna bənzər bir şeydir. Deyir ki, qoy xalq vaxtdaşı Evrotasayının sayını toplaşsın, qoy da xalqa onun qəbul yaxud rədd edə biləcəyi qərarlar təklif edilsin. Qoy xalqda ali hakimiyyət və güc olsun. Bu nəyə gətirib çıxardırdı? 30 nəfərdən ibarət Ağsaqqallar Şurası xalqın gözünün içinə baxa-baxa artıq xalqın əleyhinə qərar qəbul edə bilməzdi. Elə orada da daşqala qalıb hamısını öldürərdilər. Likurg da buna çalışırdı ki, yəni xalq necə istəyirsə o cür idarə edilsin. Amma nə baş verir? Likurg öldükdən sonra Likurgun qanunlarında belə bir bənd əlavə olunur. Xalq əgər bu Ağsaqqallar Şurası nə vaxt səhv etsə buraxılmalıdır. Nə vaxt bir dəfə səhvi olsa buraxılmalıdır artıq. Və özləri də elə bir şərait yaradırlar ki, gələcəkdə səhv nəticələr doğura biləcək bir qərar qəbul edilir. Və artıq bu da Ağsaqqallar Şurasının buraxılmasına nədir? Əsasdır. Deyir ki, doğrultmadı da özüm. Bax, görürsünüz, xalqın istəyi ilə qərar qəbul etdi, nə oldu? Nəticəsi çox pis oldu. Deməli, yaramır bu. Çevrilir nəyə? Oliqarxiyaya. Azlığın hakimiyyətinə artıq. Və bu oliqarxiyada qeyri-demokratik bir rejimdir. Spartanın bayaq qadağalar haqqında söhbət açdıq. Qadağalara bir-iki şey də əlavə edə bilərik. Spartalı xaricə gedə bilməzdi. Səfər belə edə bilməzdi. Fəlsəfədir, ədəbiyyatdır, incə sənətdir, nə bilim, mədəniyyət ümumiyyətlə bunlara yad idi. Çox dırnaqarası baxırdılar belə şeylərə. Mənasız bir şey kimi baxırdılar. Sonra keçdi indi əsas məsələ Yunan-İran müharibələrinə, Yunan-İran savaşlarına. Onun xəritə üzərindən gedəcəyik biz. Bircə dəqiqənizi rica edim, heç kəs çıxmasın. Bircə dəqiqə davam edirəm. Suyumu təzə... Deməli, Yunan-İran savaşları.
Niyə başladı bu savaşlar? Birinci, ümumiyyətlə, baxmalıyıq biz Əhəmənlərə. Əhəmənlərdə ikinci Kir 547-ci ildə Lidiyanı işğal etmişdi. Lidiyanı işğal etdiyinə görə bu Yunan şəhərləri ki var, onların üzərində ciddi baskısı. Yunan şəhərləri ki var, Egey dənizi sahillərində, Kiçik Asiyada yerləşən Yunan şəhərləri, onlar Əhəmənlərdən asılılığı qəbul etdilər. Birləşdirilmədi ya, qəbul etdilər. Amma 500-cü ildə bu gördüyümüz Milet şəhəri Əhəmənlərə qarşı üsyan qaldırır ki, mən artıq sizə xərc ödəməyəcəm. Daranı saxlamaq olub, olar mı? Təbii ki, xeyr. Mindi gəmilərin gəldi 500-cü ildə bura, Miletə. Üsyanı yatırtdı, fikirləşdi. Gəlmişkən elə, mənim böyük bir xəyalım var bu var axı, bu Yunanistanı işğal etmək. Gəlmişkən elə Yunanistanı işğal edin. Milet şəhərinin üsyanını yatırdıqdan sonra birbaşa 490-cı ildə gəldi, bax burada gördüyümüz Marafona. Döyüş baş verdi, məğlub oldu, qayıtdı getdi öz ölkəsinə. Marafon döyüşündən sonra bildiyimiz 486-cı ildə Dara ölür. Hakimiyyətə oğlu Kserks gəlir. Fermopil döyüşü də olub 480-də. Amma Kserks fərqli bir yol izləyir. O şimaldan gəlir. Həm quru ilə, həm də ki dənizlə gəlir. Paralel. Yunanistana xəbər çatır ki, İranlılar gəlir. Afina deyir, sən nə danışırsan? Biz 490-cı ildə onların bütün gəmilərin suya batırdıq. Onlar hara gəlirlər? 10 ilə toparlana bilməzlər onlar. Heç bir Yunan şəhər dövləti bu xəbəri ciddiyə almır. Spartadan başqa. Spartada Leonid adlı şəxs 300 nəfəri də yığır başına, gəlir Fermopilə. Afina filan heç bir ciddiyə almır onlar. 300 nəfərlə 100 minlik Əhəməni qoşununa qarşı savaşırlar. Əhəmənlər də necə daxil olurlar? Ümumiyyətlə, bu Yunan sahilləri çox girintili, çıxıntılıdır. Yunanlar içərisində bir nəfər əsir, onları həm o dar keçidlə birbaşa Fermopil keçidinə salır və birbaşa onlar Afinaya artıq hücum edər. Daha uzun bir yol dolanmırlar. Bir də gözlərini açırlar ki, artıq Əhəmənlər gəlib, hər şey də gecdir. Leonid və əsgərləri hamısı qırılıblar. Baş verir, artıq İranlılar Attikanı tutublar. İştirakla göstərdiyim hissəni tamamilə tutublar. Və bundan sonra artıq Yunanların məsələnin ciddiliyinin fərqinə varırlar. Bilirlər ki, say çoxluğuna görə biz Əhəmənlərə quruda qarıb gələ bilməyəcəyik. Biz onları ancaq dənizdə məğlub edə bilərik. Dənizdə Yunanların İranlıları məğlub etməsi iki səbəbdən baş verə bilərdi. Bir, Yunanlar dənizləri çox yaxşı tanıyırdılar. İki, İran gəmiləri həddən artıq ağır idi. Uzaq məsafə gəldiyinə görə daha iri gəmiləri belə deyim də məsləhət görmüşdülər. İri gəmilər olduğuna görə cəld manevr edə bilmirdilər. Ona görə də artıq Yunanlar döyüşləri dənizə çəkmək istəyirlər. Bu iştirakla göstərdiyim ərazi Salamindir. 480-ci ildə onlar İranlıları həmin o dənizə çəkirlər və həmin dəniz də qayalıqlarla zəngin. Yunan gəmilərinin hamısı qayaya vurur. Əksəriyyəti hərəkət edə bilmirlər. Yunanlılar da həmin gəmiləri artıq yandırırlar. Məğlub olur Əhəmənlər. 479-da Plateyada burada savaşları baş verir. Artıq Əhəmənlər tükənmişlər. Yenə məğlub olurlar və onların Attikadakı işğalı başa çatır. Amma savaşlar 449-cu ilə qədər davam edir. 449-cu da artıq Yunanlar yekun qələbə qazanırlar burada.
Yunanlılar deyəndə, yəni bütün şəhər dövlətləri, o təhlükə mövzusu bütün Yunanistan olardısa, məsələn, Şumerlərdən fərqli olaraq onlar vahid amal uğruna birləşə bilirdilər. Yunanlılar. Şumerlər birləşə bilmirdilər. Məsəl üçün, Urun üzərinə kimsə hücum edəndə Uruk dedi ki, mənim nəyəm lazım. Yunanlarda mı belə bir şey, yəni bu sülh müqaviləsinə görə İranlıların hərbi gəmiləri Egey dənizində üzə bilməzdi. Mülki gəmilər, ticarət gəmiləri falan problem yoxdur, üzə bilərdi. Hərbi gəmilər üzə bilməzdi. Bir də İran milletin Egey dənizində saldığı koloniyaları, yəni Efesdir, Halikarnasdır, Rodosdur, bunların istiqlaliyyətini tanımalıydı. Yəni İran artıq bu yerlərə öz torpağı kimi baxmamalıydı, öz vassalı kimi baxmamalıydı. Və bu şərtlərlə Sparta deyir, mən olmasaydım, sən müharibəni uda bilməzdin. Afina deyir, nə danışsana, mən müharibəni tək başına udmuşam. Əsas mən olmasaydım, sən məhv olub gedərdi. Bu ziddiyyət bunların arasında müharibəyə gətirib çıxardır. 431-404-cü illərdə Peloponnes müharibələri dediyimiz müharibələr baş verir. Və bu müharibə Spartanın qələbəsi ilə bitir. Qələbə idi mi bu? Xeyr. Bütün Yunanistanın ziyanınaydı. Gələcəkdə Yunanistanın işğalına bir növ zəmin yaratdı və Yunan şəhər dövlətlərinin hamısının birliyini pozulub. Həmin o Peloponnes müharibələr. Afinanın ümumiyyətlə hakimliyi, dənizdəki ağalığı falan çox böyük zərbə almış oldu. Spartalılarda o baş yox idi ki, o ümumi idarə etsin, ümumi əldə saxlasın və s. Yəni Sparta belə deyim də, nə qədər döyüşkən və cəsur olsa da Yunanistanın içərisindəki bir növ parazit idilər bunlar. Çünki Yunanlı deyildilər bunlar. Xalis Yunanlı deyildilər. Hardan gəlmişdir? Şimaldan gəlmişdir bu dorilər. Biz bunu harada görəcəyik? 338-ci il Xeroniya savaşından sonra Makedoniya ilə Yunanistan arasında imzalamış müqavilədə Sparta istisnadır. Spartanın heç kimin işi yoxdur. Makedoniya Spartaya dəymir. Səbəb, həmin o Makedonlar da doğru idilər. Sparta da doğru idi. Toxunmur bunları. Sonra qaydaq indi PDF-imizə. Mədəniyyət hissəsi. Mədəniyyəti izah edəkmi, yoxsa keçələ birbaşa Romaya nə məsləhət görürsünüz? Mədəniyyətdə məncə izahlıq bir şey yox, hamısı nəzəri məlumatlardır. Keçək Romaya müəllim. Makedoniya. Bayaq qeyd etdiyim Peloponnes müharibələri 431-dən 404-ə qədər və artıq həmin müharibə də Spartanın qələbəsi ilə bitdi. Və Makedoniya Yunan şəhər dövlətlərinin birliyinin zəifləməsindən istifadə edib artıq Yunan şəhər dövlətləri üzərində təsirini bir növ artırdı. Və Yunan şəhər dövlətləri arasında birlik pozulduqdan sonra artıq rüşvətlə, pulla, yarsın, hərbilə və s. ələ almağa başladı. Bunlara xanım yazır, məndə problem yarandı. Dərsdə deyilmi, indi lazırdır. 338-ci ildə Filiplə Yunan orduları arasında döyüş baş verir və Yunan şəhərləri məğlub olur. Yunanlara nələr qadağan olunur? Xarici siyasətdən tamamilə məhrum edilirlər. Yalnız daxildə müstəqil idilər. Bir-birlərlə heç bir halda əlaqə saxlaya bilməzdilər. Əsas şərtlərdən biri buydu. Heç bir Yunan şəhər dövləti digər Yunan şəhər dövləti ilə heç bir əlaqə yarada, yəni bir-birindən tamamilə təciz etmək istədik. Niyə? Çünki
birləşməsinlər. Filip öldükdən sonra hakimiyyətə İskəndər gəldi. İskəndərin indi keçdiyi yola xəritə üzərindən baxacağıq biz. Burada. (336-cı ildə hakimiyyətə gəlir. Sonra başlayır artıq işğallara. Keçir buradan artıq Kiçik Asiyaya. 334-cü ildə gəlir Qranikdə Əhəmənləri məğlub edir və başlayır Əhəmənləri təqib etməyə. Suriyanın şimal hissəsində 333-cü ildə İs döyüşündə qalib gəlir və oradan yol alır Misirə. Gəlir burada Finikiyaya. Finikiyanın Tir şəhəri İskəndərə müqavimət göstərdiyinə görə Tiri xaraba qoyur. Ondan sonra gedir Misirə. 332-ci ildə Misirdə idi artıq. Misir İskəndərə tabe olur və Misirdə Əhəməni hakimiyyətinə son qoyur. Misiri tutduqdan sonra yenə Əhəmənilərin tamamilə kökünü kəsmək istəyir və oradan gedir 331-də Qavqamela edir. Əsas həll edici zərbəni burada vurur. Yəni Əhəmənin qolun qanadını Qavqamela döyüşündə sındırır. Qavqamela döyüşündə qalib gəldikdən sonra artıq Əhəmənilərin paytaxtına doğru hərəkət edir. Gəlir Persepola. Dara burada qaçmaq istəyir. Öz bələdçisi tərəfindən öldürülür. İskəndər də şahidlik edir buna. Yəni o İskəndərdən nəzərindən kənar baş vermir bu hadisə. Biz görür ki, artıq İskəndər gəlir, özünü İskəndərə elə göstərmək istəyirdi ki, əslində mən sənin gəlməni istəyirdim. Mən elə fürsət qollurdum ki, Daranı öldürüm güya. Daranı xəncərlə vurur, amma Dara həmin anda ölmür. Amma Besi yerindəcə elə öldürür İskəndər. Sən yəni neçə ildir xidmət etdiyin ağanı bir an içərisində gözünü qırpmadan xəyanət edib öldürürsənsə, sonra eyni şeyi mənə də edəcəksənsə. Besi orada cəzalandırır, öldürür. Dara ölüm ayağında olanda İskəndər öz döyüşçüsünə deyir ki, yaxınlaşır, onun son istəyi nədir? Dara su istəyir. Və İskəndər deyir ki, nə qədər lazımsa ona su verin, doyunca içsin. Suyu içir, ölür. Dara öldükdən sonra, yəni bir hökmdar necə dəfn edilərdisə, Daranı da o cür dəfn etdirir. Yəni hörmətlə, izzətlə dəfn etdirir. Əhəmənilərə rəsmi surətdə 330-da son qoyur. Və ondan sonra qoşunun bir hissəsi təbii ki, Mərkəzi Asiya istiqamətinə gedir, amma əsas istəyi Hindistan idi. Hindistan haqqında ümumiyyətlə tarixin bir çox dövrlərində əfsanələr dildən dilə dolaşıb. Ay qırqızır belə, parçaları belə, belə zəngindir, elə zəngindir. Qərb hökmdarların hamısı Hindistana can atmaq istəyir. Təsəvvür ki, artıq ən sonda 19-cu əsrdə ingilislər başa çatdıra bildilər Hindistan işğalı. Həqiqətən də elə idi, qızıllar filan zəngindir. Təsəvvür ki, dünyada qızıl ehtiyatının 8də biri Hindli qadınların mücrülərindədir. Evdədir yəni. Dünya qızıl ehtiyatının 8də biri Hindli qadınların evlərində. O qədər yəni qızılla zəngin bir ölkədir. Əsas mənim indi iqtisadi vəziyyətləri necədir onların, amma mən bilən elə o qədər də yaxşı deyil. Yox, Hindistanın iqtisadi vəziyyəti çox əladır. Amma demoqrafik problemi var. Əhali sayı var. Çoxdur da birinci yerə keçib baxır dünyada. Bəli, artıq Çini ötüb. Çin artıq əhali sayına görə dünyada ikinci yerdədir, Hindistan birinci yerdədir artıq. Yəni o Hindistan öz çapına görə çox yaxşı iqtisadiyyatdadır, amma əhalisi o dövrdə, əhalisi Yəni bu bərbad. sosial özət çəkəndə bərbad gündə yaşayırlar da, yəni. Çox,
O ümumiyyətlə o yarımadada yerləşən Bangladeşdir, nə bilim, Nepaldır, Hindistandır. Azərbaycandan kimsə ora gedib e, bir həftə 10 gün qalıb da vəba iynəsi vurdurmadan yaşaya bilməz. Mütləq o vəba iynəsini vurdu. Ora gedib də vəba tutmamaq, yəni şans məsələsidir. Çirkablıq, o bizə təqdim Amma olunan yuxarı təbəqəsi də çox yaxşı yaşayır da. orası elədir. Türklər necədir indi? Baxın. Türklərdə yəni bizə təqdim olunan nədir filmlərində filan? Lüks, hər şey lüks. Əla, super. Hindistan necə təqdim olunur? Eyni minvalla. Lüksdür. Amma kömür Amma- mədənlərinə baxsaq, Bəli, amma biraz aşağı enəndə görürsüz əhali həm cahildir, həm də ki çox bərbad gündə yaşayır. Türklər də elədir. Türklərin ümumiyyətlə niyə müqayisə edirəm bunu? Çünki onlarda çox ziddiyyətli bir cəmiyyət var və həmin o təbəqə arasında yerlə göy qədər uçurum var. Türklərdə də elit təbəqə ilə aşağı təbəqə arasında çox ciddi uçurum var. Bəli, bəli. Hindistanda, Təhsil Hindistan- sahəsində ümumiyyətlə çox bilinir o Rəsul müəllim. bəli. Təhsil səviyyələri də elə. Bizdə ona doğru gedir. Bizdə ona doğru gedir. Sadəcə bizdə niyə o çox dərin gedəmir? Çünki bizdə əhali sayı azdır. Ölkənin başından qışqırsan, o biri tayı eşidir. Bizdə əhali sayı azdır deyə o çox dərinləşəndə gözə batır. Ona görə də bizdə hələ ki o proses, nə bilim, düzdür bizdə də orta təbəqə yoxdur. Ya varlısan, ya kasıbsan bu ölkədə, o heç. Amma Türkiyədəki kimi deyil, Hindistan kimi deyil, onlar kimi cahil deyilik biz. Onu da Həm də etiraf bizdə bu etmək Sovet təhsil sistemi biraz bizdə o təhsilə marağı, istəyi qrupda, neynəsək də qanımızda, genimizdə vardı o. çox, Orada yoxdur. çox Orada bəli. başqa bir. Onu ümumiyyətlə o fikirlə mən yerlə göy qədər razı. Düzdür. Müstəmləkəçiliyi, filan hamısını qoyuruq kənara. Bu dünyada müstəmləkə olmayan dövlət yoxdur. Bütün dövlətlərin hamısının işğala da məruz qalıb, asılı da olub, vassal da olub. O heç. Baxır o işğaldan sən nə mənimsəyirsən. Baxın, misal üçün biz öz ümidimizə qalsaydıq, bizim bu dəqiqə Suriya olsun, İraq olsun, İran olsun filan fərqimiz yox idi. Adi baxaq da öz ümidimizə qaldığımız dövrlərə baxaq. Cümhuriyyəti bir dənə burada istisna eləyirəm mən. Cümhuriyyət yəni tamam başqa bir şeydir. Yəni sanki göydən düşmə oldu bu xalq üçün. Yəni hər sahədə özdə müəllim. hər sahədə bəli. Yəni o insanlar yəni sanki xüsusilə sanki kimlərsə tərəfindən seçilib getdi ki, sən get qardaş bu xalqı adam elə. Sanki bax elə bir şeydir. Gələcək. Məsələn, biz Bakı şəhərində yaşamışıq da, indi bizim dövrümüz Sovetin dövrünü keçirmişik. Məsələn, adi atam fəhlə idi, zavodda işləyirdi. Amma bizim evdə bir oxu mədəniyyəti var idi. Qəzet oxuma mədəniyyəti, bədii kitab mədəniyyəti, televiziya, bədii filmə baxmaq. Yəni o elə bir keçib də indi davam eləyir hələ də. Bəli, bəli. Amma yəni mən Türkiyədə çox olmuşam. Yəni mən orada siz demişkən hər şey kinoda görmüşdüm, amma real vəziyyəti görəndə inandırım sizi mən nə qədər müddət özümə gəlmədim. Çox cahil bir cəmiyyət. Yəni biz Türkiyəyə baxanda qat-qat mədəni, qat-qat savadlılıq səviyyəsi düz yenə deyirəm. Burada əhalinin say məsələsi də var. Onu da nəzərə almaq lazım. Amma ümumi nisbətdə götürəndə belə baxanda onlar bizi bəyənmirlər, amma reallıq göz önündədir. Bəli, onu açıq şəkildə də hiss elətdirirlər, bəyənmirlər. Biraz bizim millətin müsbət xüsusiyyətləri çoxdur. Biz humanist millətiyik. Yəni sözdə yox həqiqətən. Yəni reallıqda elə millətik. Orada yox, orada çox şey. Biz öz başına qaldığımız dövrlərdə, olsun xanlıqlar dövrü, öz başınaydıq. Nə etdik? Məsələn, o dövrdə Qafqaz demək olar ki, öz başına qalmışdı. Baxırdın, erməni nə edirdi? Erməni iki kəndi birləşdirməkdən ötürü körpü inşa edirdi. Erməni kəndlərdə məktəb açırdı, həmçinin Gürcü. Azərbaycan nə edirdi? Bizim bəy və ağalarımız əlində ovucunda nə var, nə yox.
satıb gedirdi buradan eşeğə minirdi, gedirdi buradan həccə. Amma ölkənin nə gözləyir filan qətiyyən onu maraqlandırmırdı. Və Rusun bizə bir dənə üstün cəhəti oldu ki, zorla bizi o şeydən çıxartdı. Bəli. Biraz yəni bu fikri orada burada demək biraz həssaslı, düzdür. Yəni birmənalı qəbul olunmur bu fikir. Amma Rəsul müəllim, gerçəklik var da, yəni reallıq var da. Bir Dövrün film var, çatışmazlığı başqa şeydir, amma bəli. yəni bizə Bir film var, valla bəlkə də adını səhv sala bilərəm. Ssenari Cəlil Məmmədquluzadanın əsəri əsasında çəkilib. Səhv eləmirəmsə valla Qəm pəncərəsi olmalıdır. Kəndə ruslar müəllim göndərir. Kənd əhalisi elə bilir ki, əsgərliyə uşaq yığırlar. Biri öz oğlun tayada gizlədir, biri orada gizlədir, filan. Müəllim gəlib görür ki, yəni kətdə uşaq yoxdur. Sonra başlayırlar bu müəllimi lağa qoymağa. Yəni düzdür, orada biraz siyasi motivlər filan var. Ruslar qəsdən bizə onu tərqin eləmək istəyir ki, siz nə haldaydınız, biz gəldik, sizi hansı vəziyyətə saldıq filan. İşğallarına bir növ don geyindi. Amma reallıq payı odur ki, Sovet mədəniyyətinin bizim üzərimizdə qalıcı izləri var və yaxşı izləri də var. Məsələn, hal-hazırda biz yaxşı hissələrini götürmüşük də Rəsul müəllim. Orada yəni məktəbin mahiyyəti, mövzu rüşvəti də oradan götürmüşük. O heç yaxşı ilə bərabər pisləri də götürmüşük. Pisləri biraz tərcilə bilsək daha yaxşı olar. Və məsələn, indi Sovet dövründə bişmiş müəyyən insanlar ki var. Baxırsan ki, məsələn, deyirəndə mənim ən çox rastıma çıxan küçədə bir pinəçi var. Ayaqqabıcı da təmir eləyir filan. Dursun sənə hansı ədəbi əsər desən, hansı film desən, hər mövzuda səninlə söhbət eləyə bilir. Bəli. Amma burada kiçicik bir şey də var, düzdür, bu vaxtdan alınan bu şeyləri indi telafi edəcək onu. Burada kiçik bir şey var, Sovet adamı universal adamı yetişdirirdi, universal, hər şeydən başı çıxan. Amma müasir dövrdə o işləmir. Müasir dövr bazarına universal adam lazım deyil. İxtisaslaşmış adam lazımdır. Sovetlərin bir dənə problemi odur. Məsələn, indiki dövrdə universal adam uğur qazana bilmir. Məsələn, bir elm, məsələn, ətrafında da o qədər tanıdıqlarım var ki, bu adam hər şeyi bilirdi, hər şeyi bacarır. Nədən desin, səninlə danışsın, müzakirə, nə iş desin, eləsin. Amma adam iş həyatında çox uğursuzdur. Çünki ixtisaslaşmayıb, hər şeydən birazdır onda. Bir sahədə ixtisaslaşmayıb. Və dünya müasir təhsil sistemlərinə baxsaq, orada artıq universal kadr artıq heç kim universal kadr, heç bir ölkə dövlət tələbində bəli, universal kadr yoxdur. İxtisaslaşmış. Bir şeyi bil, yaxşı bil. Müasir dövr onu tələb edir aslında. Deməli, İskəndər çatdı Hindistana, zənginlik filan ora-bura. Hind çayına kimi gəldi, çayı keçmək lazımdır. Hindistanda Chandragupta, Maurya sülaləsinin banisi Chandragupta İskəndərə qarşı müqavimət göstərir. Yəni Hindlilər, daha doğrusu Makedonlar Balkandan bura qədər elə ciddi müqavimətə rastlaşmamışdılar. Artıq əsgərlər deyir ki, ay İskəndər, bu qədər yer tutubsan, biz də yorulub ölürük, bəsdir. Əsgərlər etiraz edirlər filan, artıq İskəndər razılaşır, işğalları dayandırır və işğalların başa çatdığını elan edir. Hərbi əməliyyatlar bütün ölkələrdə dayandırılır artıq. Və burada sarı fonda gördüyünüz bütün ərazilər imperiyanın tərkibinə daxil edilir. Bunun misal üçün İskəndər imperiyası dünya ticarətini ona görə canlandırır ki, deyir, misal üçün biz Çini keçəndə dedik ki, Çindən gələn ticarət yolları dünya ticarət yoluna qoşuldu. Dünya ticarət yolu hansısa da bax budur. Hal-hazırda xəritədə gördüyünüz sarı yerdir dünya ticarət yolu. İskəndər imperiyasının tərkibində olduğuna görə Soğdiyada yaşayan bir şəxs gömrüksüz oradan vurub Misrə kimi bir qəpiksiz gələ bilərdi. Heç kimə pul vermədən gələ bilirdi. Bu imperiya daxilində ticarəti canlandırdı artıq.
İşğallar dayandırılandan sonra bütün ölkə üzrə şənliklər, yeyib içməklər filan başladı. İskəndər də o qədər içdi, qaraciyəri atqaz getdi və öldü. Onun ölməsi haqqında müxtəlif versiya, amma əsas faktor içkidir. İçkidən o qədər içki içir, Kefli zəhərlənir. İskəndər sözü oradandır da, Rəsul müəllim. Necə? Kefli İskəndər. Kefli İskəndər. Kefli İskəndər. Vallahi onu tam bil. Kefli İskəndər Cəlil Məmmədquluzadədir, amma o İskəndərin bu İskəndərləmi əlaqələndirib onu Adəti bilmirəm. yoxdur. Onu da bilmirəm vallahi. Yalan deyirəm ona. Məncə bu elə buna aiddir. Bilmirəm vallahi. Sonra bu İskəndər yürüşlərinin əhəmiyyəti nə oldu? Əhəmiyyəti oldu ki, bayaq dediyim kimi, adam elə bildi öz mədəniyyətini yer, amma Yunan mədəniyyətini yaydı. İskəndərin hesabına Yunan mədəniyyəti Balkanlardan ta Hindistanın hüdudlarına qədər gəldi çıxdı. Və İskəndər nə qədər müharibəyə falan meyilli adam olsa da elmi, mədəniyyəti ikinci plana atmazdı. Getdikləri yerdə şəhərlər falan, hamısı da öz adına salınmış şəhərlər idi. İskəndəriyyə şəhəri, məsələn, təkcə Misirdə İskəndəriyyə şəhəri yoxdur. İki tərəfində də bu saldırmışdı, İranda da saldırmışdı. Amma paytaxtını hara edəcək? Babil. Paytaxtını müəyyən müddət köçürəcək. Əsas o imperiyanın mərkəzi yerində, Avropanın o qırağında saxlamayacaqdı paytaxtı. Bu İskəndərin abidəsi zadı var, heykəli zadı hansı şəhərdə? Makedoniyada var. Var. Makedoniyada var, amma o birisi imperiyanın içərisində yoxdur. İskəndərə aid heç nə yoxdur. Bir də Mayak var da. Adını belə də abidələşdir. Adına başqa heç nə yoxdur, bir dənə elə oldu. Yox. Amma Makedoniyanın özündə var. Bir də Mayak var. Bax, belə bir sualla rastlaşa bilərsiniz siz. Antik dövrdə Xeops ehramından sonra tikilmiş ən hündür memarlıq abidəsi hansıdır? Cavabınız nə olardı? Xeopsdan sonra? Xeops ehramından sonra ikinci yerdə ən hündür tikili qədim dövrdə. İskəndər Mayakı. Bəli, İskəndəriyyə Mayakı. Niyə? Çünki Xeops ehramı 148-147 metrdir. Bu 140 metr, 7 metr cəmi fərqləri var bunların. Mayakın muzeyi, daha doğrusu İskəndəriyyə şəhərinin muzeyi falan hamısı var. Həmçinin orada 700 minə yaxın əl yazma saxlanılır. Evklid və Arximeddə birbaşa özləri sağlıqlarında həmin muzeydə işləmişdilər, çalışmışdılar. Bu oldu bizim Makedoniya. Makedoniyada yenə elə çətin bir şey yoxdur. Qranik, Misirin işğalı, Tirin müqaviməti, Tirin məhv edilməsi. Bir də şey qaldı, bayaq elə dərsin əvvəlində vurguladığım o Fivlərin üsyanı. Bu Tirdə olanda eşidir ki, Fivlər üsyan qaldırıb. Bu Yunanistandakı Fivlərdə Afina ilə ittifaqa girib İskəndərə qarşı üsyan qaldırılır. Və ora bir qoşun hissəsi göndərilir, Fivləri məhv etdirir. Yəni bu Fivlərin üsyanı Misirdə olan Fiv deyil. Kiminsə nəsə sualı varmı? Yunanistan və Makedoniya ilə bağlı. Xeyr. Roma. Roma isə Apenin yarımadasında Romanın xəritəsini qoyub tapdım. Deməli, Roma Apenin yarımadasında meydana gəlmişdi. İtaliya deyilən yerdə. İtaliya sözünün mənası buzovlar ölkəsi mənasına gəlir. Niyə? Otlaqlarına görə, maldarlığa görə.
və burada müxtəlif xalqlar yaşamağına baxmayaraq ən üstünü, ən inkişaf etmişi Etruslar olur və həmin Etruslar 753-cü ildə Roma şəhərinin əsasını qoyurlar. Əfsanəyə görə iki qardaş Romul və Rem tərəfindən yaradılmışdı və şəhər tipli ilk dəfə bir məscidin yarandığına görə bu Romalılar üçün önəmli bir hadisə olur. Təqvimin də hesablanmasını bax bu dövrdən hesablamağa başlayırlar onlar. 3 quruluşdan ibarətdir. 753-dən 509-a qədər padşahlıqdır, 509-dan 27-yə qədər respublikadır, 27-dən ta ki parçalanmaya qədər, yəni 395-ci ilə qədər isə imperiyadır. Padşahlıq nədir, respublika nədir, imperiya nədir? Bunları da bir gəzdirək. Padşahlıq odur ki, rəhbər kimdir? Padşahdır. Amma belə deyim, padşahlıqda idarə etmə forması nə idi? Monarxiya. Deyə bilərikmi Romaya? Sualı başa düşmədim necə? Romanın padşahlığını idarə etmə forması kimi monarxiya götürə bilərik ya yox? Götürə bilərik. Götürə bilərik də, irsidir də hakimiyyət padşahlıqdır. İrsi deyil axı. Fikir verin bu cümləyə. Nə deyir burada? Senatlar Senatorları öz sıralarından bir nəfəri ömürlü padşah seçirdilər. İrsi Həmin ömürlü padşah öldükdən sonra nə olurdu? Onun oğlu mu gəlirdi? Xeyr. təzədən keçirdilər. Təzədən seçirdilər. Monarxiyadır mı? Xeyr. Monarxiya. Deməli, bu dövrdə var Ağsaqqallar Şurası. Ağsaqqallar Şurasının digər bir adı Senatdır. Onun da üzvləri senatordur. Bütün idarə etmə demək olar ki, bunların əlindədir. Kimlərin? Patrisilərin. İkinci təbəqə kimdir? Plebeylərdir. Plebeylər torpağı yoxdur, orduda xidmət eləyir, idarə etmədə iştirak etmirlər. Bax, Yunanistanda aristokrat demos mübarizəsi hansı materidən başlayıb, hansı gedişatdan keçib, harada bitibsə, gedişat eyni ilə Romadakının tamamilə bənzərdir. Orada da patrislərlə plebeylər. Bəli. Adı dəyişib sadəcə. Bir də tarixlərdə müəyyən fərqlilik var orada. Başqa heç nə. Plebeylər torpaq istəyir. Bəli. Baxın, buradakı padşah, sərkərdə, ali kahin və hakim. Yəni, həm dini hakimiyyət, həm də ki, dünyəvi hakimiyyət səlahiyyətləri var idi. İndi biz respublika ilə padşahlıq idarə etməsi arasındakı fərqləri baxacağıq biz burada. Belə bir iyerarxiyamız var bizim burada. Deməli, senat var. Senat kimi padşah görmək istəyirsə, namizədliyin göndərir xalq yığıncağına ki, ay xalq yığıncağı, bax, 5 nəfəri mən məsləhət görürəm, 5 nəfərin birindən ürəyini hansını istəyir, seç. Xalq yığıncaqda həmin padşahı seçir, oldu mu həmin şəxs hökümdar? Səlahiyyətləri nədir? Yuxarıda saydıq. Sərkərdə, ali kahin, hakim. Senat namizədliyi formalaşdırır, namizədliyi verir xalq yığıncağına, xalq yığıncaqda həmin padşahı ömürlü şəkildə seçir və səlahiyyətləri də qeyd etdik. Onda xalq yığıncağı bunların seçki orqanlarıdır da belə çıxır. Bəli, elə hamısı özləridir. Onsuz hamısı hər Ağsaqqallar Şurası da xalq yığıncağıdır. Respublikaya indi baxaq burada. Respublikada biraz qarışıb burada işlər. Ağsaqqallar Şurası, yəni senat atılıb kənara ki, get sən nəzarəti elə. Senat burada nəzarət edir yalnız. Nə baş verir? Xalq yığıncağı magistratları seçir. Magistratlar kimdir? Gəlin bunu öz ölkəmizdə Nazirlər Kabineti ilə eyniləşdirək və ya partiya ilə eyniləşdirək. Misal üçün, bu il biz prezidenti respublikayıq deyə
Bəs Rəsul müəllim, senatın namizədləri hardan seçilirdi? Necə formalaşırdı o namizəd? Öz Məsələn, aralarından, yəni, aralarından seçirdilər. yəni o magistrlarla bu senatdan fərqi nə idi seçim olaraq? Deyirəm indi onu. Məsələn, biz olaq X adlı bir partiya, başqa bir olsun Y adlı partiya, biz də olaq parlamenter respublika tutalım, gedək seçkilərə, seçkilərdə məsəl üçün X partiyası qalib gəlsin. Artıq hökuməti qurmaq kimdədir? Həmin o X partiyasındadır. Bunlar yığışırlar. Qardaş, nəqliyyat naziri sən ol, təhsil naziri sən ol, öz aralarında. Çünki bu partiya qalibdir axı. Öz aralarında hər şeyi təyin edirlər. Bax, xalq yığıncağı tutalım ki, 20 dənə magistrat təyin edir. 20 nəfər seçildi. Bu 20 magistrat gəlir bir yerə, öz aralarından konsulu, xəzinədarı, hakimi seçir. Bəs bu magistratlar özlərini seçib işləməkdə sərbəstdirlərmi? Xeyr. Nəzarət edən kimdir? Senatdır. Xalq yığıncağı seçir, senat nəzarət edir. Magistratlar icra hakimiyyətidir. Ümumi respublikaların hamısındadır da bu idarə etmə forması. Bəli, bənzəyir. Bəli, müasir idarə etməyə bənzəyir. Azdan çoxdan bənzəyir. Bir də xalq tribunu var burada. Xalq tribunu da xalq yığıncağı seçir, xalq tribunu da xalq yığıncağına qanunlar verir. Amma milli plebeylərlə bağlı. Bəli. Xalq yığıncağı parlamentdir sanki. Bəli, bunu belə başa düşərlər. Amma xalq tribunu deyilim, məsələn, veto qoya bilərdi. Tutalım ki, Roma deyir ki, sabahdan biz Yunanistana müharibə elan edirik. Tribun deyir ki, veto, deyirlər, kəs səsi və otur. Sənə dəxli yoxdur. Niyə? Çünki xalq tribunu plebeylərlə bağlı olan işlərə baxır. Desək ki, xalq yığıncağı plebeylərin vergisini 1-dən 5-ə qaldırın, xalq tribunu ona veto deyə bilərdi. Plebeylərlə bağlı ancaq. Nələrəsə, yalnız plebeylərlə bağlı qanun verə bilər, təklif edə bilər xalq yığıncağına, o da xalq yığıncağı səs versə, o qanunlar qəbul edilə bilər. Və ya bir də plebeylərlə bağlı nələrəsə, göstərişlərə, qanunlara veto qoya bilərdi xalq tribuna. Qaydaq indi başa. Deməli, Respublika hakimiyyəti dövründə Romanı kim idarə edir? Konsullar, həmin o konsullar. Burada da 2 konsul var. Çünki həm orada ərazi motivi var, həm də ki, müharibə və sülh məsələləri var. Yoxsulların vəziyyəti necə idi burada? Vəzifəyə görə əmək haqqı yoxdur. Vəzifəyə görə əmək haqqı olmadığına görə onlar vəzifə tutmaq istəmirdilər, vəzifəyə çox da meyilli olmurdular. Amma sonradan artıq onlara vəzifəyə görə əmək haqqı verilməyə başlanacaq artıq. Yunanistanda 6-cı əsrdə borca görə qula düşmək ləğv olundusa, Romada 4-cü əsrin sonlarında bu ləğv olundu. Borca görə qula düşmək. Yunanistanda 5-ci əsrdə 20 yaşına çatmış Afina kişiləri vətəndaş oldularsa, Romada bu 3-cü əsrdə oldu. Mübarizənin sonunda oldu. Yəni, tarixlərdə fərq var bir dənə yalnız. Amma gedişat eynidir. Romanın işğallarına baxaq. Romanın ordusu legion hesab olunurdu. Məsələn, Spartada falan qayıtsa, bunlarda isə legion idi. Sonra. Deməli, burada var Karfagen. Rəngi dəyişir bir dənə. Burada var Karfagen, burada var Roma. Karfagen koloniyalar salan bir şəhər idi. Yəni, Karfageni Finikiyanın Tir şəhəri
yaratmışdı. Amma həmin bu Tir şəhəri, Tir şəhərinin yaratdığı Karfagen bütün Finikiya koloniyalarına nəzarət funksiyası yerinə yetirdi. Həmin bu Karfagen Siciliyada Karfagenin belə deyim də kurasiyasındaydı. Roma amma Siciliyaya qoşun çıxartdı. Siciliyaya qoşun çıxartdığına görə Karfagen artıq buna dur deməliydi və bunların müharibəsi başladı. 264-dən ta ki gəldi 146-cı ilə qədər. Bu müharibələri deyirlər buna. Və bu müharibə Romanın qələbəsi ilə bitdi. Karfagen tutuldu, yandırıldı. Daha sonra isə artıq Roma digər adaları da zəbt etdi. Yəni həm Siciliya, Sardiniya, Korsika bu kimi adaları da tutdu. 146-cı ildə, eyni ildə bu müharibələri bitdikdən sonra Roma həm Yunanistanı, həm də ki Makedoniyanı tutdu. Yəni 146-da 3 dövlətə son qoyub bu. Karfagen, Yunanistan, Makedoniya. Və 146-cı ildə artıq Romanın Aralıq dənizinin bir növ ağası oldu. Aralıq dənizində tam hakimiyyəti ələ keçirilmiş oldu. Aparıcı dövləti oldu Roma. Sonra indi qulların vəziyyətindən söhbət açaq, sonra artıq o Misir işğalı filan Qaldiya söhbətlərinə keçəcəyik. Romada geniş işğalçılıq apardığına görə davamlı qul axını baş verirdi ölkəyə, dayanmadan yəni qul axınları baş verirdi və həmin bu qullardan iri cüssəli, döyüşə bilən qulları seçib olaraq xüsusi məktəbdə yetişdirirdi və savaşdırırdılar. Savaşdırma bilirsiniz nəyə bənzəyir? Hakimiyyətin xalqın başını qatmasına. Fikir verin, bu qladiator döyüşləri elə təbliğ olunurdu ki, hər kəs onu həsrətlə gözləyirdi filan, yəni bir şov kimi. Və orada artıq xalqın gözü önündə o savaşlar baş verirdi və məğlub olan tərəfin ölməsi yoxsa qalmasını xalq müəyyənləşdirirdi. Artıq orada barmağın yuxarı etməsi yoxsa aşağı etməsi məsələsi. Bu nəyə bənzəyir? Məsələn, müasir dövrdə də baxsaq, hakimiyyət elə bizim dövlətdə başda olmalı. Hansı televiziyonsa ancaq şov, filan, belə şeylər. Yəni, bu qladiator döyüşlərinin xüsusi bir özəlliyi yoxdur. Ancaq və ancaq xalqı orada bir növ, necə deyim, dırnaqarası rəğbətini qazanmaq idi. Bəlkə etmişdi ki, 5-ci əsrdən etibarən Romada xalq tribunlarının seçilməsinə başlanılır artıq və bu xalq tribunlarının ən məşhurları iki qardaşdır. Qay Qraks və Tiberi Qraks qardaşları. Birinci Qay Qraksın hakimiyyəti dövründə mütərəqqi bir addımlar atılır. Torpaq limiti gətirilir artıq. Yəni, hər kəs müəyyən həddən artıq torpağa sahib ola bilməzdi. Məsələn, tutalım, hədd 20 hektar müəyyənləşdirilibsə, kiminsə 50 hektar ərazisi varsa, 30-u alınırdı ondan. Və torpaqlar yoxsullara paylanılırdı. Yoxsulların vəziyyətini bildiklərinə görə bunlar bilir ki, bu torpağı verdiyi yoxsula. Sabah dara düşən vaxtı həmin yoxsula gəlib Patrisi deyəcək ki, görürəm puldan ehtiyacım var. Ala filan qədər verim, torpağını mənə sat. Yoxsul anındaca satacaqdır və yenə torpaqsızlaşacaqdır. Ona görə də bu Qay Qraksın addımları içərisində ən önəmli addımlardan biri olur ki, o torpaqların satılması da qadağan olur. Verdimsə sənə ömrün axırına kimi zəhmət çək ək. Ondan sonra Qay Qraksa şər atırlar ki, bu əhalinin bu cür inamını, güvənini qazanmaqda məqsədi yəqin ki, bu padşah olmaq istəyir. Respublikanı bəyənmir, padşahlığa qayıtmaq istəyir bu. Belə bir şər atıb onu öldürürlər. Sonra qardaşı gəlir bura,
Həmin bu qardaşı da bu addımları davam etdirir. Onun da aqibəti qardaşından fərqlənmir, o da öldürülür. Sonra Spartak üsyanı var. Həmin bayaq dediyimiz o qullar ki var, o gladiator döyüşləri üçün istifadə edilən qullar. Həmin qullar artıq bir şeyin fərqinə varırlar. Yəni biz bu məktəbdə isə, biz bu gladiator məktəbində isə gec-tez öləcəyik də biz. Hər gün bir-birimizi digərimizlə savaşdırırlar ki, bunun da sonu yoxdur. Mütləq ki, öləcəyik. Özdə həmin o məktəbdə də olana kifayət qədər döyüşkən qullardır və bunlar üsyan qaldırılır Spartakın rəhbərliyi altında. Cəmi 78 nəfər qaçır, ondan sonra bunların sayı get-gedə artır. 3 il davam edir bu üsyan. 71-ci ildə Kras və Pompeyin qoşunları bunları mühasirəyə alır və 6000-ə yaxın qul, Spartak da başda olmaq şərti ilə 6000-ə yaxın qul carmağa çəkilir. Respublikanın sonuna gəlsə isə artıq sona yaxın Pompey və Sezar finala qalmışlar. Pompey kifayət qədər varlı, kifayət qədər yəni pulu var, bilmir hara xərcləsin tipində bir adamdır. Amma nüfuzu yoxdur. Yəni pulunu nüfuzuna xərcləmək istəyir ki, Romada hakimiyyəti ələ ala bilsin. Döyüşlərdə önə atılır, nə bilim, hərbi qoşunlar təşkil eləyir, yürüşlərdə iştirak eləyir, filan ki, bu nüfuzun artırısında bir idarə etməyə bir təhər keçsin. Sezarın amma pulu, maddiyyatı filan bir o qədər üstün deyil. Amma kifayət qədər bunun sədaqətli əsgərləri var. Pompey və Sezar fərqi ondaydı ki, hərbi əməliyyatlarda mütləq qənimət məsələsi var da. Pompey qənimətləri ədalətli şəkildə bölüşdürmürdü. Sezar amma qənimətə dəymirdi. Haransa tutdusa, məsələn, Qalyanı tutdu, əsgərlər deyir ki, artıq sərbəst gedin özünüz, nə istəyirsiniz, rahat şəkildə özünüzün bölüşdürün. Əsgərin də əsas qazancı nədir? Məsələ həmin o qənimətlər idi. Əsgərlər, hərbi birləşmələr, üsyanları ən çox nə vaxt qaldırılır? Hərbi işğallar aparılmayanda deyirlər ki, niyə biz onda acazına mı oturaq burada? İşğal apar ki, mən gedim qənimət əldə edim. Sezarın fərqi bax bundaydı. Əsgərlərinə qarşı ədalətli idi. İndi 49-cu ildə vəziyyət Romada qarışıq. Hakimiyyət boşdur. Bir tərəfdə Pompey var, bir tərəfdə Sezar var. Sezar Qalliyadadır, Pompey şərqdədir. Hansı tez çatdıdır. Hakimiyyətə ora kim tez çatsa, digərinin ölümü ilə nəticələnəcək bu artıq. Pompey tez çatsa, Sezar öləcək, Sezar tez çatsa, Pompeyin sonu gələcək artıq. Və Sezarın burada tarixi bir sözü var. Püş atılmışdır artıq. Yəni artıq tərəddüd etməyin bir mənası yoxdur. Dayansam da öləcəm, getsəm amma şans var. Bəlkə tez çatdı. Amma Pompey tez çatır. Zamanlama olaraq Pompey tez çatır. Tez çatsa da şəhərin müdafiəsini düzgün təşkil edə bilmir. Düzgün təşkil edə bilmədiyinə Sezar şəhəri tutur və ələ keçirilir. Bu, Romada vətəndaş müharibəsi hesab olunur. Sezar hakimiyyəti ələ keçirdikdən sonra baxmayaraq ki, Romada Respublika dövrüdür, amma bir diktatura qurur orada. Diktatura qurur və diktaturanı sübut edən bir neçə faktlar var orada. Sezarın heykəlləri Allahların heykəli ilə yanaşı qoyulur orada. Və Sezar tam diktator kimi hərəkət edir orada. Və bu senatorların xoşuna gəlmir. Tək başına hakimiyyət senatorların xoşuna gəlmir. Bəs nə oldu bu magistratlar, nə oldu bu xalq hükümdarlığı, nə oldu bu nəzarət, nə oldu bu konsul, xalq xəzinədar, hamısı getdi. Və Brutun başçılığı ilə bir sui-qəsd heyəti formalaşdırılır. Senatorlar da elə qənaətə gəlirlər ki, xalq bizi alqışlayacaq. Sezarı öldürəndən sonra xalq bizə deyə, yəni minnətdarlıq edəcək xalq bizə. 44-cü ildə Sezarın yaxın dostlarından biri olan Brut tərəfindən Sezar mühasirəyə alınır və 23 bıçaq xəncəri ilə, daha doğrusu zərbəsi ilə öldürülür.
O bir deyim var, sən də mi Brutus? Və ondan sonra artıq senatorlar elə bilir ki, xalq artıq deyəcək ki, çox sağ ol, var ol, bizi belə bir diktatordan xilas etdin. Amma çölə çıxırlar ki, xalq Sezarın qatillərini axtarır. Tutsalar öldürəcəklər. Sezarın qatilləri qaçır. Senatorlar dəyər bir-birinə, aləm dəyər bir-birinə və artıq xalq Sezardan olanları hakimiyyətdə görmək istəyir. Sezarın davamçılarını hakimiyyətdə görmək istəyir. Senatorları yox. Sezarın davamçıları kimdir? Köməkçisi Antoni, əsas silahdaşı Antoni, varisi Octaviandır. Və onlar birləşirlər, ikisi ilk başda Antoni və Octavian birləşirlər. Həmin o senator respublikaçılar ki var, onları məğlub edirlər və deyirlər ki, qardaş, Romanın bütövlüyünü saxlayırıq, amma şərqə sən bax, qərbə mən bax. Antoni başlayır şərqə doğru genişlənməyə, Octavian başlayır qərbə doğru genişlənməyə. Məsələn, Antoni 36-da bizə nə gəzirdi? Fraspada filan nə gəzirdi? Genişlənmək istəyirdi orada. Amma bu bölüşdürmə sonradan rəqabətə çevrilir artıq. Kim daha çox ərazi tutsa, sanki bütöv Romaya o sahib olacaq bir yarışa çevrilir bu. Antoni gedir, Sezarın əvvəlki həyat yoldaşı Kleopatra ilə evlənir. Octavian Augustun səbir kasasını bax bu daşırdır. Çünki Kleopatranın istəyi göz önündəydi. Nə istəyirdi? Romanı Misrə birləşdirsin. Antoni də ona alət idi artıq. Və 31-ci ildə Aksiburnu yaxınlığında döyüş baş verir. Antoni məğlub olur. Kleopatranın yanına qaçır İskəndəriyə şəhərinə. Octavian Augusta İskəndəriyə şəhərinə artıq daxil olanda Kleopatra və Antoni zəhər içib özlərinə qəsd edirlər. Və 30-cu ildə Misir işğal olunur. 27-ci ildə isə artıq Senat məcbur qalır, məğlubiyyətini qəbul edir və Octavian Augustu princeps elan edir. Yəni, senatorların birincisi, ən böyük senator elan edir. Və imperator titulunu verirlər ona. Respublika artıq bitdi və imperiya quruluşu başladı Romada. 395-ci ilə qədər davam edəcək. Sonra Mark Trayan haqqında söz edəcək. Mark Trayan ümumiyyətlə əvvəlki Roma hökmdarına nisbətən ən çox ərazi tutan hökmdardır. Qara dənizlə Adriatik dənizinin arası. Baxaq görək, hansı ərazilərdə olar? Qara dənizlə Adriatik. Qara dəniz budur, Adriatik budur. Bunun arasındakı haradır? Bax, bu gördüyümüz Böyük Balkan. Bunun hamısını kim tutur? Mark Trayan tutur. Kiçik Asiyada Kilikiyanı, Səudiyyə Ərəbistanı və Mesopotamiya haralarda olur? Kilikiya buradır. Bura. Səudiyyə Ərəbistanında bir sıra əraziləri tutur burada. Hətta Parfiyanın paytaxtı Tisfona qədər gedib çıxır. İranın dərinliklərinə qədər gedib çıxır. Sadəcə üsyanlar filan onu geri qayıtmağa vadar edir. Parfiyanın işğalını tam şəkildə başa çatdıra bilmir. Bu oldu Romanın işğalları. İndi quldarlığa biraz baxır. Yenə deyirəm, işğallar o qədər tüğyan edir, Romaya dayanmadan qul axını baş verir. Patrisiya deyir ki, bəh, bunlar hamısı mənə ölənə qədər pulsuz işləyəcəklər. Kəndi mənim nəyimə lazımdır. Kəndi gəlir deyir ki, bunu əkirəm, ya sənin, yarısı mənim, filan. Qutardıq deyir artıq bunlardan. Qulları ancaq cəlb edirlər, əkinçilik, maldarlıq, nə bilim, tikinti filan, ora-bura nəticə ala bilmirlər. Kəndi orada acından ölür, qulları burada işlədirlər, amma görürlər ki, ortada verimlilik yoxdur. Sonra danq edir ki, bunlara, bu qul, bilir ki, mən qulam, mən burada əkdiyim torpaq 1 ton da versə mənə heç nə çatmır, 5 ton da versə mənə heç nə çatmır. Qulun marağı yoxdur. Gəlin qulları biraz maraqlandıraq. Gəlin onlara daxma tikməyə icazə verək. Daxmalı qul. Daxma tiksin, ailə qursun, səhər gəlsin, işləsin, axşam ailəsinin yanına getsin,
Və mən onlara plan qoyum. Məsələn, Aygul, sənə 2 hektar torpaq verdi. Buradan 2 ton götürsən, hamısı mənim. 3 ton götürsən, 2 tonu yenə mənim, 1 tonu sənin. Qul artıq nə edir burada həvəslənir ki, daha artıq. Amma planı elə yuxarı hətta qoyurdular ki, qul heç çatdırıb o planı belə ödəyə bilmirdi. Ona görə daxmalı qulluq versiyası oldu fiyasko. Kolonlar. Kolonlar deyir ki, Aygul, gəl mənim torpağımda işlə. Ya da ki, bu torpağı verirəm mən sənə. Özün ək, özün becər. Bu torpağın icarə haqqı 2 hektarsa məsəl üçün, bu torpağın icarə haqqı 2 tondur. Ək, becər. Qarışmıram sənə, nə tərəkirsən, nə əkirsən. Məhsul yığımı vaxtı mənim 2 tonumu gətirir. Baxanda məntiq etibarilə eynidir. Amma birində azadlığı var, birində azadlığı. Məsələn, daxmalı qulda azadlıq yoxdur. Daxmalı qulda qulların təsərrüfatında işləyir. Sadəcə axşam öz evinə, daxmasına gedirdi. Kolonlar sərbəstdirlər. Asılı deyirlər. Biraz da həvəsləndirmədən ötürü. İkincisi də Adrian onların qulların öldürülməsini qadağan edir. Roma vətəndaşına tay tutur. Çi fayda. Bu, quldarlıq təsərrüfatının böhranının qarşısını ala bilir. Çünki kəndli bütün dövrlərdə əsas istehsalçı qüvvə olublar. Hansı dövlət bundan cayıbsa, iqtisadiyyatı çöküb. Gələk Romanın parçalanmasına. Məsələn, belə bir deyim irəli sürürlər ki, Avqustun qurmuş olduğu imperiya Respublikanın zahiri əlamətlərinə bənzəyən imperiya quruluşu imperiyanı uzun müddət möhkəmləndirsə də quldarlıq quruluşunun qarşısını ala bilmədi. Yəni, siyasi cəhətdən möhkəm idi, amma iqtisadi cəhətdən möhkəm deyildi. Və Romanın dağılmasını 3 əsas amilə bağlayırlar. 1. Qul əməyinə əsaslanan təsərrüfat. 2. Xristianlıq. 3. Barbarların hücumları. Barbarlar kim idi? Yəni, Romalılar kimi Romaca danışmayan görəndə deyir ki, nə şey deyirsən, barbar danışırsan sən. Barbar o anlamda səslənir. Başa düşmədiyi hər bir xalqa barbar deyilir. Burada barbar danışılır. Bunlar dayanmadan Romaya baskınlar edirdilər ki, kim idi onlar? Vandallar idi. Vandallar, məsələn deyirlər, vandalizm. Bu, həmin o gün kimi tayfanın adını bunlar gətirdilər başqa bir şeylə bağladılar. Vandallar əslində tayfa adıdır. Sadəcə onlar Romada dağıntılar törətdiklərinə görə dedilər ki, hər bir şey vandal. Pis bir mənaya yazılır. Necə ki, məsəl üçün biz kiməsə desə, nə olub, ermənisən sən deyəndə təhqir hesab edir özünü. Mənə niyə erməni deyirsən? Romada da həmsin kiməsə vandal deyəndə sən kimsən ki, mənə vandal deyirsən. Sadəcə o dövrdə indiyə qədər bu vandalizm bir təbir kimi qaldı. Müasir dövrümüzə qədər. Xristianlıq niyə mane olur? Çünki birinci xristianlığa qarşı Romalılar çox belə kəskin mübarizə aparırlar. İsa'nın edam olması da birbaşa Romalılar tərəfindən həyata keçirilir. Hətta xristianları əsir kimi gətirib o arenada, yəni qladiator döyüşlərinin keçirildiyi arenada sərgiləyirdilər və bütün xalqın gözünün qarşısında onlara elan edirdilər ki, etiqadına vaz keçirsənmi? Hə desəydi, bağışlanırdı. Yox desəydi, deyirlər ki, ölümlərdən ölüm dəyər. Xalqın gözü qarşısında onları qətl edirdilər. Artıq xristianlıq sıxışdırıldıqca böyüdü. Konstantinin hakimiyyəti dövründə gördülər ki, yox, artıq xristianlığın önünə durmaq mümkün deyil və 313-cü ildə Milan fərmanı ilə onların azad etiqadına icazə verildi. Yavaş-yavaş artıq Roma xristianlaşmağa başladı. Yəni, siyasi struktur qalır, dini daxildən dəyişir. Bu istərsində siyasətdə də öz təsirini göstərəcəkdir. Siyasi birliyi də pozacaqdır. Necə ki, misal üçün, Xəzərlərdə oldu. Məsələn, Obadi gəldi, İudaizmi qəbul etdi. Əhalinin böyük bir hissəsi müsəlman, Obadi İudaizmi qəbul etdi, çöküşə səbəb verdi o şey. Yəni, siyasi struktur qala-qala dinin də dəyişməsi artıq ziddiyyətlər
formalaşdırır ölkə daxilində. 330-cu ildə Konstantin paytaxtı Vizantiya köçürülür, indiki İstanbul və sonradan da onun şərəfinə Konstantinopol adlandırılacaqdır, həmin şəhər. Və 5-ci əsrə qədəm qoyduğumuz zaman artıq Roma əvvəlki Roma deyildi, tez-tez Almanların, Germanların hücumlarına məruz qalırdı və ən nəhayətində artıq əsas çöküş zərbəsi Hunlardan gələcəkdi, Attila Hunlarından gələcəkdi. 451-ci il Katalan döyüşü, 452-ci ildə Attilanın daha doğrusu Roma şəhərini mühasirəyə alması, çox böyük bir xərac qoyması onların boynuna. 453-də öldü getdi, Hun təhlükəsi aradan qalxdı, amma Attilanın ölümündən sonra Almanlar da azadlaşdılar, sərbəstləşdilər, həmin o Germanlar. Və 455-də Vandalların Afrikadakı qolu Romaya hücum etdi. Romaya hücum etdi və Roma şəhəri çox böyük bir dağıntılara məruz qaldılar. Sadəcə onlar mədəni abidələrə də, heykəlləri falan nə qədər şey varsa, qarşılarına çıxan hər şey ümumiyyətlə məhv edilir və vandalizm sözü bayaq qeyd etdiyimiz kimi bunlardan gəlir. 476-cı ildə artıq German hökmdarı Odoaker sonuncu Roma imperatorunu taxtdan salır və bununla da Qərbi Roma imperiyası süqut edir. Yəni Qərbdə sonuncu quldar dövlət süqut edir. Qərbi Roma imperiyası. Və bununla da artıq quldarlıq quruluşu başa çatır. Şərqi Roma amma 395-də artıq müstəqil olmuş Şərqi Roma öz varlığını ta ki 1453-cü ilə qədər davam etdirəcək. Hökmdarların müqayisəsi var burada. Julius Caesar Romanı və İtalyan tutur, özünü diktator və öz heykəli tanrıların heykəli ilə yanaşı qoyulur. Aksidə Antoniya qalib gəlir, 30-da Misir, 27-də özünü imperator elan edir. Mark Trayan, bayaq qeyd edilmiş kimi, Balkanı bütöv tutur, Qaradənizdə, Adriatik dənizi arasındakı Balkanı bütöv tutur, Mesopotamiya, Kilikiya, Səudiyyə Ərəbistan tutur, Parfiyaya yürüş edir, paytaxtına qədər gedir və ölkədə üsyan baş verdiyinə görə işğalı başa çatdıra bilmir, geri qayıdır. Eramızda və 116-cı ildə artıq Roma mövcudiyyəti dövründə ən geniş sərhədlərindən çatmışlardı. Konstantin isə 313-də Milan fərmanı verir, 330-da paytaxtı Konstantinopola köçürülür. Mədəniyyəti isə göndərəcəyim video dərsdə baxarsınız inşallah. Kimə nə qaranlıq qaldı? Buyuraq. Mənim qaranlıq yox, amma testləri göndərəcəksiniz sabah üçün. Sabah səhv eləmirəm. Sualcıqdır. Bəli, bəli. Azərbaycan tarixindən də bundan da göndərəcəksiniz. Azərbaycan tarixindən də göndərəcəm, bunlardan da göndərəcəm, amma orada kiçik bir dəyişiklik edəcəm. Sabah yalnız sınaqları mənə çatdırarsınız. Göndərəcəyim sınaqları. Mövzu testlərin bazar günündə işləsəz olar. Əsas mənə sınaqlar lazım. Çünki hər iki bölmə bitib. Həm qədim dövr Azərbaycan tarixi, həm də ki ümumi tarix. Hər ikisi də bitdiyinə görə artıq mənə yalnız təxminən 5-6 sınaq göndərəcəm mən. Bir 200-300 testdir. Hər biri də 40 sualdan ibarətdir. Sınaqları çatdırın, mövzu testlərin bazar günü birinci günə qədər işləsəz də sıxıntı yoxdur. Onda müəllim, indi gecə atın ki, biz onu sabaha kimi işləyək də. Elə bu dəqiqə elə. Çox sağ olun. Siz də sağ olun. Başqa? Rəsul müəllim. Bəli. 15 dəqiqə təxminən internet kəsildi. Mən dərsdən ayrılacaq oldum.